Salam. Bugünkü söhbətimiz Job Zones, bilirsiniz. İş elanları, iş və namizəd axtarışı platforması onun dəstəyi ilə hazırlanıb. Salam. Bugün sizinlə Əmək Məcəlləsinin çox vacib bir hissəsinə, yəni işçilərin istirahət vaxtı və məzuniyyət hüquqlarına toxunacaq. V bölmədir, səhv etmirəmsə. Bəli, V bölmə. Əsas mənbəyimiz elə məcəllənin özüdür. Məqsədimiz də odur ki, bu hüquqların sizin üçün, yəni gündəlik həyatınızda, işinizdə nə demək olduğunu anlayaq, praktiki tərəflərini aydınlaşdıraq. Gəlin başlayaq onda. Başlayaq. Deməli, ilk növbədə iş günü ərzindəki fasilələr var. Maddə 103 bunu tənzimləyir. Nahar fasiləsi, istirahət. Bəli, qanun deyir ki, işçiyə iş günü ərzində istirahət və nahar üçün mütləq fasilə verilməlidir. Bəs bunun vaxtı, müddəti necə müəyyən olunur? Yəqin hər yerdə fərqlidir. O iş yerinin daxili intizam qaydaları ilə, ya da növbə cədvəlləri, hətta birbaşa əmək müqaviləsi ilə də təyin oluna bilər. Əsas odur ki, verilsin. Əlbəttə. Və bir vacib məqam, bu fasilələr iş vaxtına daxil deyil. Yəni siz həmin vaxt tam sərbəstsiniz, istədiyiniz kimi istifadə edə bilərsiniz. Bəs elə işlər var ki, fasilə vermək, necə deyəm, mümkün olmur istehsalat şəraitinə görə. Düzdür, elə hallar da var. O zaman qanun deyir ki, işə götürən işçiyə elə iş yerindəcə nahar etmək üçün şərait yaratmalıdır. Anladım. Və bir də o 12 saat məsələsi var idi deyəsən, günlər arası istirahət. O çox vacibdir. Hər iş gününün sonu ilə növbəti iş gününün əvvəli arasında ən azı 12 saat fasiləsiz istirahət olmalıdır. Bu, işçinin normal dincəlməsi üçündür. Bəli, həddən artıq yüklənmənin qarşısını alır. Sonra gəlir həftəlik istirahət günləri. Maddə 104. 5 günlük iş həftəsində işləyirsinizsə, 2 gün, 6 günlükdə isə 1 gün fasiləsiz istirahət hüququnuz var. Bunlar ardıcıl olmalıdır, yoxsa fərqli günlərdə ola bilər? Adətən ardıcıl olur, amma cəmlənmiş iş vaxtı rejimində, yəni növbəli işdə, istirahət günləri təsdiq olunmuş növbə cədvəlinə uyğun verilir, fərqli günlərə də düşə bilər. Aydındır. Bir də donorlarla bağlı maraqlı bir güzəşt var idi. Bəli, əgər işçi qan verirsə, donor kimi, ona qan verdiyi gün orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü düşür. Yəni həm qan verdiyi gün işdə olmur, həm də əlavə bir gün alır. Tamamilə doğrudur və o əlavə günü ya məzuniyyətinə əlavə edə bilər, ya da il ərzində başqa bir vaxtda istifadə edə bilər. Öz seçimidir. Çox humanist bir yanaşmadır. İndi gələk əsas məsələyə, məzuniyyətlərə. Maddə 110 deyir ki, Maddə 110 məzuniyyət hüququnu təsbit edir və çox birmənalı şəkildə deyir ki, işçinin vəzifəsindən, əmək şəraitindən, müqaviləsinin müddətli və ya müddətsiz olmasından asılı olmayaraq məzuniyyət hüququ var. Yəni heç bir halda bu hüquq məhdudlaşdırıla bilməz. Qətiyyən, bu fundamental bir hüquqdur. Dinləyicilərdən tez-tez gələn bir sual var idi, elə yeri gəlmişkən soruşum. Əvəzçiliklə işləyirəm, yəni 2 iş yerim var. Mənim də məzuniyyət hüququm var. Gözəl sualdır. Bəli, var. Maddə 110-un ikinci hissəsi bunu açıq şəkildə qeyd edir. Əvəzçiliklə işləyənlərin də tam məzuniyyət hüququ var. Bəs məzuniyyət zamanı işçinin hansı təminatları olur? Maddə 111 deyəsən. Maddə 111 təminatları sadalayır. Deməli, məzuniyyətdə olduğunuz müddətdə iş yeriniz, vəzifəniz saxlanılır, qanunla nəzərdə tutulan hallarda orta əmək haqqınız da ödənilir. Bu çox vacibdir. Və ən əsası, işə götürən sizi məzuniyyətdə olduğunuz vaxt işdən çıxara bilməz və ya hər hansı intizam tənbeyinə cəlb edə bilməz. Bir də məzuniyyət müddəti sizin ümumi əmək stajınıza daxil edilir. Yəni, staj hesablananda o müddət itmir. Bəs məzuniyyətlərin növləri varmı, yoxsa hamısı eyni anlayışdır? Yox, fərqli növləri var. Maddə 112 bunu aydınlaşdırır. Əsasən 4 növü fərqləndirmək olar. Əmək məzuniyyəti bu, bildiyimiz illik məzuniyyətdir, əsas və əlavə hissələrdən ibarət olur. Sonra sosial məzuniyyətlər var, məsələn, uşağa qulluqla bağlı. 3-cü, təhsil almaq və ya yaradıcılıqla məşğul olmaq üçün verilən məzuniyyətlərdir və nəhayət ödənişsiz məzuniyyətlər. Gəlin elə ən çox maraq doğuran əmək məzuniyyətindən başlayaq. Maddə 113. Bu nə üçündür və necə hesablanır? Əmək məzuniyyətinin əsas məqsədi işçinin normal istirahətini təmin etmək, iş qabiliyyətini bərpa etməkdir və təqvim günü ilə hesablanır. Yəni iş günləri ilə yox. Xeyr, təqvim günləri ilə və hər iş ili üçün verilir.
İş ili də işə başladığınız gündən hesablanır. Təqvim ilindən fərqli olaraq. Anladım. Bəs minimum müddəti nə qədərdir? Hamı üçün eynidir, maddə 114. Minimum müddət 21 təqvim günüdür. Amma bu baza rəqəmdir. Bəzi kateqoriyalar üçün bu müddət daha uzundur, minimum 30 təqvim günü. Kimlər üçün məsələn? Məsələn, kənd təsərrüfatında çalışanlar, məsul dövlət vəzifələrində işləyənlər, müəssisə rəhbərləri, yaşı 18-dən az olanlar, əlilliyi olan şəxslər, həmçinin pedaqoji və elmi işçilər, həkimlər və başqaları. Siyahı var. Yəni, işin xüsusiyyətindən, məsuliyyətindən asılıdır. Bir də part-time, yəni natamam iş vaxtında işləyənlər var. Onların məzuniyyəti necə olur? Onlara da tam müddətli əmək məzuniyyəti verilir. İş vaxtının natamam olması məzuniyyət müddətini azaltmır. Bu da vacib məqamdır. Bəs bayram günləri məzuniyyət vaxtına düşərsə? Dilmir və həmin günlər üçün ödəniş də verilmir. Yəni məzuniyyət faktiki olaraq uzanmış olur. Aydındır, bu əsas məzuniyyət idi. Bəs əlavə məzuniyyətlər, onlar hansı hallarda verilir? Əlavə məzuniyyətlər də var, bəli. Bir neçə əsasa görə verilir. Məsələn, əmək şəraitinə görə maddə 15. Əgər işiniz zərərli və ya ağır şəraitdədirsə, minimum 6 təqvim günü əlavə məzuniyyət verilir. Hansı işlərin bura aid olduğunu Nazirlər Kabineti təsdiqləyir. Başqa hansı əsaslar var? Staj məsələn? Bəli, əmək stajına görə də əlavə günlər var. Maddə 116. 5 ildən 10 ilə qədər stajınız varsa 2 gün, 10 ildən 15 ilə qədər 4 gün, 15 ildən çoxdursa 6 təqvim günü əlavə olunur. Yəni iş yerinə sədaqət də dəyərləndirilir. Tamamilə. Sonra uşaqlı qadınlar üçün güzəştlər var, maddə 117. Bu yəqin çoxlarını maraqlandırır. Hə, 14 yaşına dək 2 uşağı olan qadınlara 2 gün, 3 və daha çox uşağı olan və ya 14 yaşına dək əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir. Bu hüquq təkcə qadınlarındır? Xeyr, uşaqları tək başına böyüdən ataların və ya uşağı övladlığa götürmüş şəxslərin də eyni hüququ var. Çox gözəl. Başqa kimlər üçün əlavə günlər var? Yeni bir maddə də var idi deyəsən. Bəli, maddə 118.1. İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə 5 təqvim günü əlavə məzuniyyət verilir. Bu da yeni təşviqlərdən biridir. Həmçinin pedaqoji və elmi işçilərin əsas məzuniyyəti onsuz da uzundur. Maddə 118. Fəaliyyətdən asılı olaraq 56 və ya 42 təqvim günü olur. Yaşa və sağlamlığa görə də fərqlər var. Maddə 119. 16 yaşa çatmayanlara 42 gün, 16-18 yaş arası işçilərə 35 gün, əlilliyi olan şəxslərə isə minimum 42 təqvim günü məzuniyyət verilir. Xüsusi xidmətlərə görə də var deyəsən. Qəhrəmanlar və s. Maddə 120. Bəli, Vətən müharibəsi qəhrəmanları, Azərbaycanın milli qəhrəmanları və bəzi digər kateqoriyalar üçün minimum 46 təqvim günü məzuniyyət nəzərdə tutulub. Hətta teatr tamaşa müəssisələrinin yaradıcı işçiləri üçün də xüsusi müddətlər var. Maddə 121. Yəni, qanunvericilik kifayət qədər diferensial yanaşır. İkinci dinləyici sualımız da var. İşləyərək təhsil alanlar üçün məzuniyyət imkanları nələrdir? Hə, bayaq məzuniyyət növlərini sayanda təhsil və yaradıcılıq məzuniyyətlərini qeyd etmişdik. Bəli, belə imkanlar var. Necə olur bu? Ödənişlidirmi? Əksər hallarda ödənişlidir. Məsələn, yaradıcılıq məzuniyyəti maddə 122 var. Fəlsəfə doktoru dissertasiyasını tamamlamaq üçün 2 aya qədər, elmlər doktoru üçün 3 aya qədər ödənişli məzuniyyət almaq olar. Dərslik yazmaq üçün də 3 aya qədər vaxtı verilə bilər. Doktoranturada oxuyanlara da ildə 30 gün ödənişli məzuniyyət düşür. Bəs sırf təhsillə bağlı imtahanlar, sessiyalar üçün maddə 123-124. Bəli, təhsil məzuniyyəti də var. Ali, orta ixtisas, peşə və hətta ümumtəhsil müəssisəsində qiyabi oxuyanlara sessiya dövründə imtahan vermək üçün, diplom işi hazırlamaq və müdafiə etmək üçün ödənişli məzuniyyət verilir. Müddətlər yəqin fərqlidir. Bəli, təhsil müəssisəsinin növündən və təhsilin məqsədindən asılıdır. Məsələn, ali təhsildə laboratoriya işləri, kurs işləri üçün 10-20 gün, imtahan sessiyası üçün 20-30 gün, diplom işi üçün isə 4 aya qədər ödənişli məzuniyyət verilə bilər. Orta ixtisasda rəqəmlər biraz fərqlidir, amma prinsip eynidir. Deməli, işləyə-işləyə təhsil almaq istəyənlər üçün qanunvericilik ciddi dəstək verir. Bəli, bu təhsilin təşviqi baxımından çox önəmlidir. Ümumiləşdirsək, görünür ki, Əmək Məcəlləsi işçilərin istirahət və məzuniyyət hüquqlarını həqiqətən də ətraflı tənzimləyir və qoruyur.
Bu hüquqları bilmək hər bir işçi üçün vacibdir, elə deyilmi? Əlbəttə, hüququnu bilmək onu tələb etməyin ilk addımıdır. Və təbii ki, hüquqlarımızı bilməklə yanaşı, karyeramızda doğru addımlara atmaq, yeni imkanlar axtarmaq da önəmlidir. Bax, bu məsələlərdə də Jobs, SKO kimi platformalar köməyimizə çata bilər. İş axtarmağı da, işçi axtarmağı da asanlaşdırır. Hə, müasir dövrdə belə onlayn vasitələr çox faydalıdır, vaxta qənaət edir. Razıyam. İndi isə qısa bir reklam arası verək. Verilişimizə qaldığımız yerdən ikinci mövzumuz üzrə davam edirik. Bugün sizin üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin V, yəni 5-ci bölməsinə baxacağıq. İstirahət və məzuniyyət hüquqları, mənbəyimiz də elə məcəllənin özüdür. Bəli. Bu bölmə deməli iş həyatında çox vacibdir. Yəni, nə vaxt dincəlmək olar, necə dincəlmək olar, hansı məzuniyyət hüquqlarımız var. Çalışacağıq ki, bu sosial, ödənişsiz, bir də illik əmək məzuniyyətləri var. Onların əsas qaydalarını, belə deyək, sadə dildə sizə çatdıraq. Çox gözəl. Gəlin elə sosial məzuniyyətlərdən başlayaq. Bunlar adətən belə xüsusi həyat hadisələri ilə bağlı olur, düzdür? Tamamilə doğrudur. Hə? Məsələn, ən çox, rast gəlinəni hamiləliyə və doğuşa görə verilən məzuniyyətdir. Normal doğuş zamanı bu, ümumilikdə 126 təqvim günü tutur. Yəni, 70 gün doğuşdan əvvəl, 56 gündə sonra. Aha. Kənd təsərrüfatında çalışanlar üçünsə, müddətlər bir qədər fərqlidir. Daha uzundur orada. Başa düşdüm. Bir də çox vacib bir məqam var. 127-ci maddədə. Uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyət. Hə, bu da çox aktualdır. Əlbəttə, uşağın 3 yaşı tamam olana qədər ona baxan valideynlərdən biri, ata ya ana, fərqi yoxdur, və ya ailənin başqa üzvü, məsələn, nənə-baba. Bu hüquqdan istifadə edə bilər və qanunvericiliklə müəyyən edilmiş məbləğdə də müavinət alır. Bu sizə imkan verir ki, həm uşaqla vaxt keçirəsiniz, həm də müəyyən bir maddi dəstək olsun. Üstəlik, bildiyim qədər bunu tam yox, hissə-hissə də götürmək olur. Bəli, tamamilə düzdür. Tam da götürmək olar, hissə-hissə də. Bu, ailənin vəziyyətindən asılıdır. Çox yaxşı. Bəs ödənişsiz məzuniyyətlər? Elə hallar olur ki, işçiyə məzuniyyət lazımdır, amma maaş saxlanılmır. Bu hansı hallardır? Məcəllədə var. Fəsil 20-də, maddə 128 ümumi hüququ verir. Yəni, ailə, məişət səbəbləri, təhsil almaq, yaradıcılıq işi ilə məşğul olmaq, belə hallar üçün işçi xahiş edə bilər. Amma yəqin işə götürən verməyə də bilər. Ümumi hallarda razılaşma əsasındadır. Amma baxın, 130-cu maddədə konkret hallar var ki, orada işə götürən işçinin xahişi ilə ödənişsiz məzuniyyət verməlidir, mütləqdir. Maraqlıdır, o hansı hallardır o? Məsələn, arvadı doğum məzuniyyətində olan kişilərə 14 günə qədər, yaxud 16 yaşına dək uşağı olan tək valideynlər, qəyyumlar, onlara da 14 günədək. Bir də əlilliyi olan işçilərə, onların işlədiyi ilk ildə bir aya qədər ödənişsiz məzuniyyət hüququ tanınır. Aydındır. İndi belə bir sual yarana bilər. Bəlkə də dinləyicilərimizdən gələn sual kimi də düşünə bilərik. İşə təzə başlamışam, deyək ki, 4-5 ayda işləyirəm. Məzuniyyət götürə bilərəmmi, yoxsa 6 ay gözləməliyəm? Çox gözəl sualdır. Çünki tez-tez rastlaşırıq bu vəziyyətlə. Ümumi qayda bəli odur ki, illik əsas məzuniyyət hüququ işə başlayandan 6 ay sonra yaranır. Maddə 131-də yazılıb bu. Amma qanun bəzi istisnalardan nəzərə alıb. Aha, hansılardır onlar? Məsələn, qadınlar hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl və ya dərhal sonra illik məzuniyyətlərini tələb edə bilərlər, 6 ay gözləmədən. Yaşı 18-ə çatmamış işçilər də 6 ay şərtinə tabe deyillər. Bir də bəzi başqa hallar da var ki, qanunvericilikdə göstərilib, onlar da gözləmədən məzuniyyətə çıxa bilərlər. Yaxşı. Bəs məzuniyyətin verilməsi qaydaları? Hamı istədiyi vaxt gedə bilir, yoxsa necə? Adətən qrafik olur axı. Hə, adətən qrafik olur, düzdür. İşə götürən həmkarlar ittifaqı ilə razılaşdırıb bir qrafik tərtib edir. Amma yenə də istisnalar var. Məcəllənin 133-cü maddəsi bəzi işçi qruplarına üstünlük verir. Onlar məzuniyyəti özləri üçün əlverişli vaxta götürə bilərlər. Kimlərdir məsələn? Baxın, 14 yaşınadək 2 və daha çox uşağı olan qadınlar və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlar, əlilliyi olan şəxslər, müharibə veteranları,
bunlar məzuniyyət vaxtını özləri seçə bilirlər. Anladım. Bəs məzuniyyəti bölmək olarmı? Məsələn, 10 gün indi, 11 gün sonra. Olar. Maddə 137 buna icazə verir. Məzuniyyət tərəflərin razılığı ilə hissələrə bölünə bilər. Amma bir şərt var. Nədir o şərt? Hissələrdən birinin müddəti ən azı 2 təqvim həftəsi, yəni 14 gün olmalıdır. Bu vacibdir. Praktikada da çox vaxt belə edirlər, işin gedişatına uyğunlaşdırmaq üçün. Aydındır. Daha bir çox soruşulan sual, keçən il məzuniyyətə çıxa bilmədim. O günlərim batdı, yoxsa qalıb? Qətiyyən batmır. Bax, bu çox önəmli məqamdır. Əmək Məcəlləsi konkret olaraq 135-ci maddə əmək məzuniyyətinin istifadə edilməməsini qadağan edir. Yəni, işə götürən sizi məzuniyyətə buraxmalıdır. Və məzuniyyəti pul əvəzi ilə əvəz etmək də olmaz. Yalnız bir istisna var. İşdən çıxma halı. Bəli, tamamilə doğru. İşdən çıxarkən, əgər sizin istifadə edilməmiş əsas məzuniyyət günləriniz qalıbsa, onların hamısına görə sizə pul kompensasiyası ödənilməlidir. Tam şəkildə. Maddə 144-də bu göstərilib. Amma deyəsən bu yalnız əsas məzuniyyətə aiddir. Əlavə sosial məzuniyyətlər bura daxil deyil. Çox doğru qeyd etdiniz. Bəli, kompensasiya yalnız istifadə edilməmiş əsas məzuniyyətə görə ödənilir. Əlavə məzuniyyətlər, məsələn, zərərli iş şəraitinə görə, sosial məzuniyyətlər, təhsil məzuniyyətləri, bunlar üçün işdən çıxarkən pul əvəzi verilmir. Buna diqqət etmək lazımdır. Aydındır. Və nəhayət ən maraqlı suallardan biri məzuniyyət pulu. O necə hesablanır? Məzuniyyətə çıxdığınız aydan əvvəlki tam 12 təqvim ayının orta əmək haqqı əsas götürülür. Bəs 12 aydan az işləmişəmsə, deyək ki, 8 ayda işləyirəm. O zaman faktiki işlədiyiniz tam ayların, yəni sizin misalda 8 ayın orta əmək haqqı hesablanır. Necə hesablanır? Həmin 12 ayın və ya daha az müddətin ümumi maaşını toplayırsınız, bölürsünüz 12-yə və ya müvafiq ay sayına. Sonra da bölürsünüz 30.4-ə. Bu, ayın orta illik gün sayıdır da, təxmini. Beləliklə, orta günlük qazanc tapılır. Bəli. Sonra da bu orta günlük qazancı vurursunuz məzuniyyət günlərinin sayına. Alınan məbləğ sizin məzuniyyət pulunuzdur. Və nə vaxt ödənilməlidir? Ən vacibi də budur, bəli. Qanuna görə məzuniyyət haqqı işçi məzuniyyətə başlamazdan ən gecə 3 gün əvvəl ödənilməlidir. Gecikdirmək olmaz. Çox sağ olun ətraflı izah üçün. İş məsələlərindən danışmışkən, məncə yeridir ki, jobzones.co platformamız barədə də qısa məlumat verək dinləyicilərimizə. Əlbəttə, məmnuniyyətlə. Bilirsiniz ki, jobzones.co ölkəmizin aparıcı iş elanları platformalarından biridir və hazırda bizim HR mütəxəssislərinə xüsusi bir çağırışımız var. Biz platformamızı daha da yaxşılaşdırmaq, onu sizin ehtiyaclarınıza daha uyğun hala gətirmək istəyirik. Buna görə də sizin, yəni HR peşəkarlarının rəy və təklifləri bizim üçün çox dəyərlidir. Həftəlik onlayn görüşlərimiz olur, aylıq ənənəvi görüşlər də planlaşdırırıq. Bu görüşlərdə iştirak edərək, öz təcrübənizi bölüşərək bizə kömək edə bilərsiniz. Və bu əməkdaşlığın qarşılığında da gözəl bir təklifimiz var. Bu prosesə qoşulan HR mütəxəssislərinin çalışdığı şirkətlər öz iş elanlarını platformamızda, yəni jobzones.co-da tamamilə ödənişsiz yerləşdirə biləcəklər. Üstəlik, çox cəlbedici bir kampanyamız da var hazırda. Bu ay ərzində jobzones.co-da işə götürən profilini aktivləşdirən şirkətlər platformanın premium xüsusiyyətlərindən tam 3 ay boyunca, bəli, 3 ay ödənişsiz istifadə edə biləcəklər. Bu əla bir sınaq imkanıdır. Həqiqətən əla fürsətdir. Maraqlananlar üçün əlaqə vasitələrimizi də deyim. E-mail ünvanımız info@jobzones.co, telefon nömrəmiz +994 55 424 81 26. Web saytımız isə jobzones.co. Buyurun, müraciət edin. Və təbii ki, iş axtaran namizədləri də unutmayaq. Əgər siz də karyeranızda yeni bir səhifə açmaq istəyirsinizsə, arzuladığınız işi axtarırsınızsa, jobzones.co platformasına mütləq baş çəkin. Ümid edirik ki, bizim platforma sizin axtarışlarınızda ən yaxşı yardımçınız olacaq. Çox gözəl. Beləliklə, bugün Əmək Məcəlləsinin məzuniyyətlərlə bağlı düşünürəm ki, ən vacib məqamlarına toxunduq. Ümid edirəm, dinləyicilərimiz üçün bu qısa icmal həm aydın, həm də faydalı oldu. Mən də ümid edirəm və sonda icazənizlə bir düşüncə də bölüşmək istərdim. Belə bir sual ortaya çıxır. Qanunlar bizə bu qədər hüquqlar verir. Gözəldir. Bəs
Real həyatda biz bu hüquqlardan nə dərəcədə tam istifadə edə bilirik? Yəni, həm işə götürənlər, həm də işçilər öz hüquq və öhdəliklərini, vəzifələrini nə qədər dərindən bilirlər və ən əsası onlara nə dərəcədə əməl edirlər? Bu, məncə, hamımızın üzərində düşünməli olduğu bir məqamdır. Mövzular haqqında danışmağımızı istərdiniz? Bugünkü mövzumuzla bağlı və ya ümumiyyətlə başqa suallarınız varsa, bizə info@jobzones.co e-mail ünvanına yaza bilərsiniz və ya elə bu verilişin şərh bölməsində də fikirlərinizi, suallarınızı qeyd edə bilərsiniz. Bizi sosial şəbəkələrdə də izləməyi unutmayın. Bəli, sizin rəyləriniz bizim üçün çox önəmlidir. Gələn həftənin eyni günündə, eyni saatında yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Bizi izləməyə davam edin.